Hər vaxtınız xeyirli olsun. Xırdalanda dayanacağa yaxın, belə bir bax, həyəti olmayan 3 otaqlı 2 mərtəbəli həyət evi satışdadır. Evin göründüyü kimi üst görünüşü, bax birbaşa da girişi buradandır, bura isə yoldur. Yəni evin həyəti yoxdur. Qiyməti də çox münasibdir. Sayğaclar göründüyü kimi qoyulubdur, qaz sayğacı qoyulub, su sayğacı və burada da kombi aparatının yeri hazır vəziyyətdə saxlanılıbdır. Evə daxil olduqda belə bir birbaşa koridorda bax belə bir mətbəxi yığılıb, mətbəx yeri daha doğrusu. Burada zal otağıdır. Evin dörd bir tərəfində qeyd edim ki, qoşa daşla tikilibdir. İsitmə sistemi, kombi sistemidir. Bura zal otağıdır və buradan içəridə sağ tərəfdə hamam otağı yerləşir, mətbəx kafelli. Aksiyonlar alıcı və satış arasında razılaşma yolu ilə qoyula bilər və döşəmə onu qeyd edim ki, istilik sistemidir. Dəhlizin və hamam otağının döşəməsi istilik sistemidir. O kollektorlar da göründüyü ki, burada yığılıbdır. İkinci mərtəbə beton pilləkən atılıbdır. İkinci mərtəbəyə qalxdıqda, ikinci mərtəbədə 2 yataq otağı yerləşir. Bura bir yataq otağı. Bura isə ikinci bir yataq otağı. Burada da bir pəncərə qoyulub yataq otağında. Evin başlanğıc qiyməti 56.000 manat deyilir. Real alıcıya endirim olunacaqdır.